Mirzə İbrahimov, Azad hekayəsi. Hekayədə hadisələr Fərdanın dilindən nəql olunur. Azad Fərdanın uşaqlıq və gənclik yoldaşı idi. Bir həyətdə doğulub böyüyüb, bircə məktəbə getmişdilər. Gənclik illərinin çoxunu da birgə keçirmişdilər. Ona görə də bir-birlərinə doğma qardaş kimi bağlanmışdılar. Fərda və Azad bir-birlərinin xasiyyətlərini gözəl bilirdilər. Azadın sakitliyi Fərda üçün təbii bir şey idi. Azadı yoldaşlar arasında sükuti deyə çağırırdılar. Sonradan tanış olanlar adının Azad olduğunu bilməyib, elə sükuti gəldi, sükuti getdi deyərdilər. Fərdaya elə gəlirdi ki, Azadın üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Azad doğulandan bir xoş gün görməmişdi. Göz açandan gördüyü aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq əsir olmuşdu. Azad doğulmamışdan 2 ay əvvəl atası ölmüşdü. Anası Səlimə xanım tək qaldığı üçün qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev eşiyini təmizləyər, birinin paltarlarını yuyar, birinə yun çırpardı. Bir qarnı ac, bir qarnı tox Azadı böyütmüşdü. Səlimə xanım Azadı yeganə ümidi, həyatının məqsədi hesab edirdi. Azaddan əziz bir kimsəsi yox idi. Azadı tək oğul kimi yox, bir ata, bir qardaş kimi istəyirdi. Fərda xatırlayır ki, 5-6 yaşımız olanda hər axşam Səlimə xanım yatmazdan əvvəl bizə nağıl danışardı. Azad Fərda ilə 2 il bir məktəbə getdi. Azad orada da heç kimə ünsiyyət qurmaz, bir küncdə durub baxardı. Müəllim bir sual verəndə qıpqırmızı olar, bildiyi bir şey də söyləyə bilməzdi. 9 yaş olanda anası onu oxuda bilməyib, məktəbdən çıxardı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Lilavan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdliyinə düzəltdi. İllər keçdi. Fərda məktəbi qurtardı. Azad isə dərzi dükanında qaldı. Azad dərzi şagirdi olsa da, Fərda ilə əlaqəsini kəsmədi. Böyüdükcə ünsiyyətləri daha da artdı. Fərdadan fərqli olaraq, Azad yenə də sakit, laqeyd görünər, heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı. Fərda acıqlı olduğu günlərin birini xatırlayır. Kirayə pulunu gecikdirdiyi üçün ərbab onları evdən qovmaqla təhdid eləmişdi. Pul yox, iş yox, küçələri boş-boş gəzib yorulandan sonra Fərda Azadın yanına getdi. Azad, dərd ürəyimi dağıdır, ağlamaq istəyirəm, gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirilikdir. Azad, işləməyə yer yox, danışgahda oxumağa imkan yox, oğurluq mı edim qardaş? Əlim qolum sağdır. Mən nələr edə bilmərəm? Valla od dəryasını yar desələr yarıb keçərəm. İndi işləməyəndə mən nə zaman işləyəcəm? Deyərək Fərda Azada müraciət edir. Azad Fərda sözə başlayanda əl saxlayıb ani olaraq onun üzünə baxır. Sonra yenə də iynəsini götürüb öz işinə davam edir. Söz Azada çatanda iynəni yerə qoyub sakit nəzərlərini Fərdaya çevirdi. Fərda xeyli danışdısa da Azad heç dodaqlarını da tərpətmədi. Sanki ömründə bir dəfə də belə bir məsələ haqqında düşünməmişdi. Fərda düşündü ki, bəlkə məndən acığı gəlir. Papağını götürüb dükandan çıxmaq istədi. Azad yerindən tərpənmədi. Fərda onun üzünə baxıb acıqlı-acıqlı dedi. Yazıq, min yazıq bizə övladların var deyən vətənə. Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa da dəyməz. Çünki bizcə həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq. Yaşamaq üçün ölən insanlardan xəbərsizik. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar. Səni də, məni də, dost tanışlarımızı da. Yox, bəlkə səni biraz yad eləyən tapıldı. Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı. Allah rəhmət eləsin. Fərda dükandan çıxanda Azadın səsini eşitdi. Fərda, Fərda. Fərda cavab verməyib çıxıb getdi. Amma bu hərəkətin peşmançılığını çəkməyə başladı. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilmirsən, niyə yıxırsan, deyə düşündü. Fərda qaş qaralana qədər küçələri dolaşdı. Evdəki əşyaların bayıra atılması fikri ilə evə qayıtdı. Anası astanada oturub onu gözləyirdi. Anasından ərbabın adamının gəlib gəlmədiyini soruşdu. Anası isə gəldiyini, pulunu da alıb getdiyini dedi. Fərda pulu haradan tapdığını soruşanda anası cavab verir ki, Azad gətirib dedi ki, sən vermisən. Fərda Azadla görüşəndə ona təşəkkür etdi. Keçən dəfəki kobud rəftarına görə də üzr istədi.
Bir ay sonra Fərdə anasını kəndə getməyə razı saldı. Səlimə xanım və Azadla halallaşıb Təbrizdən ayrıldılar. Tam 5 il Fərdə Azadı görmədi. Fərdə Təbrizə səfər edənlər vasitəsilə Azaddan xəbər tutur, özündən də ona xəbər çatdırırdı. Bu 5 ildə çox əhvalatlar baş vermişdi. İkinci Dünya müharibəsi başlamış, Azərbaycanın şəhər və kəndlərində cəmaət hərəkətə gəlmişdi. Tək iclas və mitinqlərdə deyil, evlərdə də azadlıqdan, yaxşı yaşayışdan danışırdılar. Bir neçə aydan sonra kənddə mitinq keçirdib, Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdilər. Onların içində Fərdə də var idi. Həmin nümayəndələr Təbrizə gəldilər. Fərdə Təbrizi xeyli dəyişmiş gördü. Küçələrdə canlanma var idi. Ürəyi Azadı görmək istədi. Elə birinci gün köhnə həyətlərinə gedib Səlimə xanımı gördü. Fərdanın alnından öpüb anasını xəbər aldı. Səlimə xanımdan Azadı soruşanda dedi ki, Təbrizdə yoxdur, Zəncana gedib demokrat düzəltməyə göndəriblər. Gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun, uşaqlar öz dilimizdə oxusun. Xalq Konqresi qurtaran kimi Fərdə kəndə qayıtdı. Bir müddət sonra təşkilatın işlərini təhvil verdi. Anasını götürüb Təbrizə köçdü. Elə köhnə evi kirayə etdilər. Anası başqa yerə getmək istəmirdi ki, əvvəldən Səlimə xanıma öyrəşmişəm. Səlimə xanım onların gəlişinə sevindi. Azadın iyini sizdən alıram, dedi. Fərdanın anası ona təskinlik verdi ki, nə olacaq, inşallah tezliklə Azad da qaydar. Fərda Təbrizə köçəndən sonra işdən başı açılmırdı. Gecələri də mərkəzi komitədə işləyirdi. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm qayda qanunla qurmaq tədbirləri görürdülər. Yorulmaq bilmədən əzmlə çalışırdılar. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Tehran mürtəceyləri və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda mərkəzi komitə bir neçə yoldaşı Zəncana göndərməyi qərarı aldı. Fərda da göndərilənlərin içində idi. Fərda Zəncana çatanda şəhər demokratların əlində idi. Mürtəceylər cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücuma hazırlaşırdılar. Onların bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi. Fərda Azadın bu dəstələrdən birinə başçılıq etdiyini elə Zəncanda öyrəndi. Fərdagil həmin gecəni Zəncandan çıxıb, atışmanın şiddətli vaxtında gəlib Azadın dəstəsinə çatdılar. Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk çatışmada fədailərdən bəziləri hətta kəndin içinə girmişdilər. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Həmin vuruşmada Azadın yaralandığı xəbər yayıldı. Fərda bu xəbəri eşidib özünü Azada çatdırmağa çalışdı. 5 illik ayrılıqdan sonra Azadla ilk və son görüşü oldu. Azadı kənd evlərindən birinin içində fərşin üzərinə uzatmışdılar. Çıxasını üstünə salmış, tüfəngini yanına qoymuşdular. Fərda içəri girən kimi onun üzünə baxdı. O isə gözü yumulu, sakitcə uzanmışdı. Fərda Azadın əlinə alıb, alnından öpərək, Azad, sənə nə olub, deyə soruşdu. Heyrət və talaşla gözlərini açdı. Başına Fərdanın düzünün üstünə qoyub dedi. Bu saat səni düşünürdüm. Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyin iskilli gedəcəkdim. Nə danışırsan Azad, qardaşım? Biz hələ təzəcə yaşamağa başlayırıq. Dünyadan getmək nədir? Bu nə sözdür? Ağlına gətirirsən. Sənə nə olub? Haranla yaralanmısan? Deyə Fərda soruşdu. Azad sağ çiyninin altını göstərdi. Güllə qabaqdan dəyib arxadan çıxmışdı. Ziyərlərini də zədələmişdi. Fərda ona təskinlik vermək istəsə də, Azad onun sözünü kəsdi. Bunlara ehtiyac yoxdur. Mən ölürəm. Artıq ayaqlarımın soyduğunu hiss edirəm, dedi. Azad Fərdaya 5 il əvvəlki dərzi dükanındakı söhbəti xatırladır. Orada Fərdanın sualına cavab verməyib sustuğunu söyləyir. Bildirir ki, həyatımızın mənası vətənimizin saadəti üçün çalışmaqdadır. Amma o zaman mən danışa bilməmişdim. Həm Fərdaya, həm də yanındakı fədai qardaşlarına tərəf boylanaraq deyir ki, bizim hamımızın saadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana yurdun azadlığındadır. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdı. Sonra əlavə edir ki,
Ana yurdum, doğma Azərbaycan, məni bağışla ki, sənə az fayda verdim, az yaşadım, tez öldüm. Fərşin ucunu qaldırıb torpağı öpür. Fərdanın gözlərindən yaş dənələri süzülüb Azadın alnına düşür. Azad vəsiyyət eləyir ki, qəbrimi elə uca bir yerdə qazarsınız ki, oradan Azərbaycanın güllü çəmənləri, bağları görünsün. Qoy gələcəyin azad nəsillərinin ayaq səsləri qəbirdə də olsa qulaqlarıma çatsın. Fərda cavab verir ki, yox Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar. Azad son dəfə Fərdaya, anamı öp, öldüyümü ona söyləmə, deyib gözlərini əbədi yumur. Fərda digər fədailərə deyir ki, gəlin silahlarımızı ürəyimizə basıb, onun ruhu qarşısında and içək. Yaşasın azadlıq, deyib tüfənglərini havaya qaldırdılar. Azadı da vəsiyyət etdiyi yerdə bastırdılar.